Salam, əziz dostlar. Bugün Orta kanalın qonağı mənim üçün çox əziz olan uşaqlıq dostum Professor Müsaver Musayev. Biz Müsaver müəllimlə eyni bir kənddə, Qəbələ rayonunun Qum kəndində dünyaya gəlmişik. Arada bir yaş fərqi ilə Müsaver müəllimlə bir yaş cavandır. Ondan sonra bir məktəbdə də Qum kənd orta məktəbində oxumuşuq və təhsilimizi də, orta təhsilimizi Bakı şəhərində yerləşən bir nömrəli fizika, riyaziyyat təmayüllü internat məktəbdə bitirmişik. Ondan sonra Müsaver müəllim fizika sahəsində öz təhsilini davam elətdirib. Mən biraz fizikaya xəyanət eləmişəm, çünki Müsaver müəllim yadınıza gəlir, siz 9-da oxuydunuz, mən 10-da, biz ikimiz də fizikadan respublika olimpiyadasına düşdük və siz orada maşallah yer tutdunuz, qaliblərdən biri oldunuz. Mən o qədər qabağa gedə bilmədim olimpiyadada, amma sonra siz elə fizikada öz təhsilinizi davam etdiniz, fizika sahəsində davam elətdirdiniz. Mən isə iqtisadiyyatı seçdim və yolumu bu cür davam elətdirdim. Amma o fizikaya olan sevgi elə bir sevgidir ki, fizikadan herhalde qurtarmaq mümkün deyil. Amma mən belə yeri gəlmişkən, Baxışın sözü də kəsdim. Bugünkü günə qədər də mənim üçün çox maraqlıdır. Biz oxuduğumuz dövrdə, həmin dövrdə oxuyan şagird dostlarımız bunu təkrarlaya bilərlər, təsdiq edə bilərlər. Məktəbdə, necə deyərlər, belə fizika sahəsində sayılıb seçilən şagirdlərdən idiniz. Yəni, o bayaqların qeyd etdiyiniz kimi, olimpiyadada iştirak etməyiniz də hər halda təsadüfi deyildi. Mənim üçün bu gün də maraqlıdır ki, bəs sonra necə oldu ki, siz fizikadan belə deyək, aralı düşdünüz və istiqamətinizi dəyişdiniz? Hər halda bu xarakterlə bağlıdır. Siz daha çox stabilliyi sevən bir adamsınız. Mən daha çox macera axtaran birisiyəm, yəqin ki. Yəni, daim dəyişiklik axtarmışam. Ömür boyu, yaş 70'dir, mən də 70'e az qalıb. Siz də 70'e yaxınlaşmışsınız. Və daim mən həmişə axtarışda olmuşam, istiqamətlər dəyişmişəm. Amma siz o fizikaya olan sədaqətinizi qorumusunuz, saxlamışsınız, indi də davam elətdirirsiniz və Respublikanın tanınmış fiziklərindən birisiniz. Hal-hazırda Azərbaycan Respublika Dövlət Neft və Sənaye Universitetinin Fizika Kafedrasının müdürüsünüz. Bax, bu gözəl dərsliyin müəllimsiniz fizika barədə və bundan da əlavə çox sayılı fizika barədə kitabların, araşdırmaların müəllifisiniz. Mən isə iqtisadiyyatı seçdim. Maraq gəldi o vaxt. Bizim Allah rəhmət eləsin, Lətif müəllim var idi, tarix müəllimimiz idi. Bəli, mən də xatırlayıram. Təmayüllü məktəbdə o bizə həm də ictimaiyyəti deyirdi. Orada yadıma gəlir, yoldaşlardan biri məndən soruşdu ki, fizikaya aid olmayan bir sual verdi, məktəb vaxtı ki, bu hökumət niyə pulu bu qədər az buraxır? Niyə çox buraxmır ki, cəmaət biraz firavan yaşasın? Mən o vaxtın biliyi ilə ona izah eləməyə çalışdım bunu ki, bəs pul kütləsi çox olarsa, o vaxt pul kütləsi nədir, anlayışları bilmirdim, amma belə sadə dildə ki, pul çox olarsa, hər halda malların dəyəri aşağı düşər və s. Yəni, görün, nədir, tək fizika deyil, iqtisadiyyat da maraqlı bir sahədir. Sonradan iqtisadiyyatı seçdim və Müsaver mənim peşman da deyirəm, çünki iqtisadiyyat da çox sehirli bir dünyadır. Ola bilsin, fizika daha dərindir, fizika, kosmos, şeydən başda, elementar hissəciklərdən başda, o böyük kosmosa qədər, qalaktikalara qədər, bunlar hamısı, fizika bunları izah edir. İqtisadiyyat, ictimai nemətlərin istehsalı, mübadiləsi, istihlaki, bunları öyrənir, bunu izah edir. Burada da iqtisadiyyatda özünün fizikada olduğu qədər ciddi qanunları var. Məsələn, deyək ki, dünya cazibə qanunudur və bu universaldır.
iqtisadiyyatın özündə də deyək ki, e, müəyyən qanunlar var, paradokslar var. Elə. Aydın. Amma o sevgi, deyim sizə, o sevgi bitməz İslam'a. Bu fizikaya aid məndə Orwell'in kitabı var, məndə sizin kitabınız var. Mən mütəmadi olaraq fizika ilə maraqlanıram. Çox İndi gözəl. mənim sualım var sizə. Siz orta məktəbi bitirəndən sonra o vaxt Azərbaycan Dövlət Universiteti adlanır, indi Bakı Dövlət Universitetidir. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olundunuz və ondan sonra 3-cü kursda artıq Moskvaya getdiniz. Təhsilinizi Moskvada davam etdirdiniz. Necə oldu bu? Çox sağ olun Namiq müəllim. Bu elə bir gözəl sual nağdı kimi bu fizika ilə bağlı mənim istəyim, həvəsim əslində bu bir nömrəli riyaziyyat təmayüllü, fizika riyaziyyat təmayüllü internet məktəbində yox, kənd məktəbindən başlamışdı. Mənim xatırlayırsınız, sinif müəllimim mənə belə deyək ki, yazmağı, oxumağı öyrədən sizin rəhmətlik atanız olub İbrahim müəllim. Və ondan paralel onun adaşı olan ikinci bir İbrahim müəllim də var idi. Hacı İbrahim. Allah hər ikisinə rəhmət eləsin. Və o bizə fizika dərsi deyirdi. Açığı deyim, fizika fənninin başqa fənlərdən fərqini onda görürdüm ki, burada həmişə niyə sualı çıxırdı ortaya. Məsəl üçün, tutaq ki, külək əsir, niyə əsir, daş səbəbi nədir, düşür yerə. Amma başqa fənlər məndə belə bir təəssürat yaradırdı ki, faktların yığınıdır. Tarix fənni, məsəl üçün, müharibələr baş verdi. Düzdür, sonralar əlbəttə onlar haqqında fikrim dəyişdi. Amma bu ilk uşaq təəssüratı olaraq 6-cı sinif şagirdinin təəssüratı belə idi ki, fizika o birisi fənlərdən fərqlənirdi. Bəs bu həvəs məni gətirib çıxarmışdı həmin internat məktəbində. Çox sağ olun ki, onda siz bizdən bir sinif yuxarı oxuyurdunuz. Elə bizim əlimizdən tutub yol göstərənimiz də siz olmuşsunuz. Çox sağ olun Namiq müəllim, o dostluğumuz bu günə qədər davam edir. Bəli, Bakı Dövlət Universitetinə mən qəbul olduqdan sonra deməli 3-cü kursda oxuyanda bir gün belə təvəzzökarlıqdan kənar olsa deyim ki, mən əlaçı tələbə olmuşam. O müddətdə bizi dekanlığa çağırdılar ki, bəs Moskvadan komissiya gəlib sizi yoxlayacaq. Nəsə müəyyən bir konkurs keçiriləcək. 18 nəfər əlaçı tələbəni həm Rus sektorundan, həm Azərbaycan sektorundan dəvət edildilər. Və onda açığın deyik ki, ben Rus ədəbiyyatdan istifadə etməyi bacarırdım, amma danışmaq praktikam demək olar ki, sıfır səviyyəsində idi. O gələn görünür komissiya üzvləri də bizim bu çətinliklərimizi anladıqlarına görə elə sual verirdilər ki, biz məsələ şəklində, misal şəklində, düstur formasında yazaq, izah edək və sonda elan edildilər ki, 18 nəfərdən 6 nəfər, deməli, belə deyək ki, bu turdan keçib və xahiş elədilər ki, biz göstərilən ünvana fizikadan hər hansı bir mövzudan referat yazaq göndərək və ondan sonra qış tətili başladı. Mən qayıtdıqdan sonra bildim ki, o 6 nəfərdən 3 nəfəri dəvət eləyiblər Moskvaya. Moskva Fizik Mühəndisləri İnstitutuna, Rusya Moskovski İnjineriya Fizik İnstitutu adlanırdı. MİFİ, çox məşhur universitetdir. Həmin bizim bu qəbul olduğumuz, belə deyək ki, fakültənin də qəribə adı var idi. Xüsusi fizika fakültəsi, belə adı gelirdi. Spesialni fakultet fiziki. Yəni bu fakültənin birinci, ikinci kursu yox idi. Hamısı 30 nəfər, belə deyək ki, təxminən tələbə idi. Bunlar hamısı belə universitetlərdə. Bir fakültədə 30 nəfər. O kursun 30 nəfəri vardı. Məsələn. Amma seçmə tələbə. Seçmə tələbələr. Bütün o vaxtki İttifaqın bütün şəhərlərindən. Bəli, İttifaq respublikalarından, bəli, Vladivostokdan tutmuş, Lvov şəhərinə qədər mənim tələbə yoldaşlarım var idi. Bir qrupda. Əslində çox maraqlı bir işdir. Belə indinin özündə təhsil sistemində o cür deyək ki, alimlər yetişdirmək üçün o cür qruplar formalaşdırmaq olar. Elə bu və təşəbbüsün də, belə deyək, təşəbbüskarı, bax bu işin təşəbbüskarı məhz həmin universitetin, institutun daha doğrusu MİFİ-nin yetirməsi olan Nobel mükafat laureatı. Sonradan Nobel mükafatı almış Akademik Basov. Akademik Basov, Nikolay Gennadiyevich Basov. Onun o vaxtki məqsədi sadəcə olaraq yerli kadrları, yəni o vaxtlar hamımız yaxşı bilirik ki, əsas elm mərkəzləri Moskva və Leningrad şəhərləri idi və artıq o yerli kadrlar
hazırlamaq üçün kvant elektronikası sahəsində, bərk cisimlər fizikası və nüvə fizikası sahəsində yerli kadrlar hazırlamaq məqsədi ilə təşəbbüs irəli sürüb və belə bir fakültet yaratmışdı. Və biz özümüzü həmişə bugünkü gündə də Basovun mənəvi övladları hesab edirik. Çox maraqlıdır. Siz özünüz də ixtisasınız lazer fizikasıdır. Və Müsavar müəllim, bir də bilirəm ki, siz bizim cənublu bir soydaşımız var, Əli Cavan. Əli Cavan çox təəssüf ki, Azərbaycanda az tanınır. Yəni Azərbaycan Respublikasında bizdə az tanınır. Amma Əli Cavan barədə bilirsiniz, elm adamları biraz tərifə xəsis olurlar. Obyektiv olmağa çalışırlar. Amma fiziklər, deyək ki, bu sahədə məşğul alimlər Əli Cavana Şərqin Einstein adı veriblər. Lazerin atası adı veriblər. Və Əli Cavan da lazer üzrə mütəxəssisdir. Siz özünüz lazer üzrə mütəxəssissiniz. Biraz bizə həm çox istəyərəm ki, Basov barədə, Əli Cavan barədə, Müsavar Musayev barədə məlumat verəsiniz. Biraz da ümumiyyətlə lazer fizikası barədə çox maraqlı bir sahədir. Çox sağ olun. Nami müəllim, təbii ki, Əli Cavan, Basov və Müsavar müəllim bu müqayisə olunmaz dərəcədə fərqli Çox təvəzzökarsınız, amma bilirəm ki, siz də tanınmış fiziksiniz. Çox sağ olun. Mən təbii ki, onların ancaq belə deyək ki, bir zərrəsi ola bilərəm. Deməli, Basov bu qısa şəkildə demiş olsaq, deməli, işığın mühiti keçərkən məcburi şüalanma nəticəsində güclənməsi sahəsində buna deməli, lazer əgər Abreviaturadır, lazer, o, bəli, İngiliscə bir cümlənin sözlərinin baş hərflərindən light amplification stimulated emission by radiation. Yəni işığın deməli stimullaşmış şüalanma nəticəsində, yəni məcburi şüalanma nəticəsində güclənməsi deməkdir. Qısaca deyə bilərəm ki, bu o anlama gəlir ki, adətən biz heç bir xüsusi tədbir görmədən nəyi müşahidə edirik? İşıq mühitdən keçirsə, havada yayılır, ya suda yayılır, o get-gedə zəifləyir. Dumanlı havada, ya açıq havada olmuş olsun, nə qədər hava təmiz olsa bir qədər uzağa yayılacaq, amma yenə onun aqibəti odur ki, get-gedə zəifləməlidir işıq. Amma mühiti elə bir şəraitə gətirmək olar ki, həmin mühiti keçən şüalanma zəiflənməsin, onun keşikdə güclənmiş olsun. Təsəvvürünüzə gətirin ki, zəif işıq buraxırsan, mühiti keçir və sonda o güclənmiş şəkildə mühitdən güclənir. Deməli, bunun ideya müəllifi hamımızın tanıdığımız məşhur Albert Einsteindir. İlk dəfə 18-ci ildə, 1918-ci ildə belə bir deməli, bu keçidin, yəni biz bilirik ki, orta məktəbdən hamımızın bildiyi ki, bu elektron yuxarı enerji səviyyəsindən aşağı enerji səviyyəsinə keçdikdə şüalandırır. Bunu hamımız keçmişik, boy postlatlarda, bəli. Sadəcə olaraq bu şüalanma ixtiyari istiqamətdə. Buna deyirlər fizikada spontan şüalanma deyirlər. Yəni biz əvvəldən deyə bilmərik ki, o buraxılan foton hansı istiqamətdə? İstiqamətlənmiş deyil. Bəli, ona görə başımız üstəki lampa, şam işığı bütün istiqamətləri demək olar bərabər şüalandırır. Amma Einstein göstərdi ki, bununla yanaşı o halda mümkündür ki, düşən həmin o işığın zərrəciyi, foton özü atomu məcbur eləsin şüalanmağa. Aha, bax, burada vəziyyət artıq fərqli olur. O buraxılan şüalanma, onu məcbur eləyən şüalanma ilə bütün xarakteristikalarına görə üstə düşür. Həm yayılma istiqaməti, həm onun tezliyi, həm ona fizikada deyilər polarizasiyası, bir sözlə özünün əkizini yaratmış olur. Biraz çox üzrəm burada biraz gəlib şeyə yaxınlaşmadıq mı? Kvant fizikası. Bəli, əlbəttə ki, bu ancaq kvant fizikasının elementləri bəlli olduqdan sonra Einstein bu təklifi irəli sürmüşdü. Onu da deməliyəm. Məhz bu uzun müddət Einsteinin bu irəli sürdüyü hipotez təbii olaraq uzun müddət praktik olaraq reallaşmamış qaldı. Ancaq 1954-cü ildə
iki Sovet fiziki Nikolay Basov və Aleksandr Prokhorov, eləcə də Amerikalı fizik Towns bunu ilk dəfə praktik olaraq reallaşdırmağa müvəffəq oldu. İlk lazer qurğusu yaradıldı. Buna belə deyək ki, lazer deməyək ki, onlar yaratdıkları mazer idi. Lazerin bir forması. Birinci söz onda mikrowave, bəli. İlk dəfə deməli mühitə keçən şüalanmanın güclənməsini praktik olaraq lazerin açılışı necədir? O da mikrowave. Mikrowave, mikrodalğa. Bəli, mikrodalğa. Bir də lazer sözündə light, işıq sözünün əvəzinə mikrowave. Qalanları hamısı həmin o. Deməli bundan sonra təbii ki, onların yaratdıkları bu mikrodalğa oblastındaydı. İstər-istəməz maraqlı idi ki, bəs bunu görünən, hamımız üçün görünən oblastda yaratmaq mümkündür, yoxsa yox. Və bu da çox uzun çəkmədi. Bizim bu intizarımız elə 60-cı ildə səhv eləmirəmsə, 6 il sonra Meyman deməli ilk görünən şüalarda, qırmızı şüada lazer yaratmağa müvəffəq oldu. Amma onun ən böyük nöqsanlarından biri o idi ki, bu ancaq impuls rejimində işləyə bilirdi. Yəni impuls qısa müddətli impuls şəklində, yəni bu onun belə deyək ki, praktiki tətbiqini məhdudlaşdırırdı. Və ondan təxminən bir il sonra ilk dəfə olaraq bizim həmyerlimiz, bayaq sizin də qeyd etdiyiniz Əli Cavan, bu bizim soydaşımızdır. Cənub Azərbaycanda doğulub, Təbrizdəndə onun valideynləri, öz Tehranda doğulub və sonra Tehran Universitetinə qəbul olduqdan sonra səhv eləmirəmsə emiqrasiya edib Amerikaya və Bell Telefon şirkətində bu deməli ilk dəfə aramsız rejimdə işləyən, qırmızı dalğalarda işləyən, ona 0,63 mikron dalğa uzunluğuna malik, aramsız rejimdə işləyən helium-neon lazerini yaratmaq. Yəni artıq diskret yox, aramsız, bəli, aramsız rejim. Lazer, yəni o var. Bəli. Fasiləsiz lazer. Fasiləsiz şüalandıran bunu ilk dəfə olub. Əli Cavan. Ona görə də yəqin lazerin atası adını ona görə verir. Bu alim ondan başqa bu kvant elektronikası sahəsində çox böyük tədqiqatlar aparıb, olduqca böyük məktəb yaradıb. Çox təəssüf ki, bizim ölkəmizdə hətta elmi ictimaiyyət, hətta fiziklər arasında da bu alim çox tanınmış. Bu sahədə çox sağ olun, siz o buraxdığınız Vətən dərgisində ona bir... Siz sağ olun, çünki o məqaləni siz verdiniz. Biz onu Vətən dərgisində yerləşdirdik. Mən həm də çalışmışam ki, öz universitetimizdə bir stend, Əli Cavana aid bir stend yaratmışam. Baxmışam, tələbələrimiz çox sağ olun. Tələbələrimiz heç olmasa öz soydaşlarını görsünlər, tanısınlar, fəxrləsinlər. Bir növ həmişə belə bir nümunənin olması həmişə faydalıdır ki, deməli, bu səviyyələrə çatmaq o qədər də çətin deyil. Ancaq deməli, işləmək, oxumaq, çalışmaq lazımdır. Razıyam sizinlə. Yəni, belə baxanda IQ səviyyəsi millətin, mən uzun müddət xaricdə yaşamışam. Azərbaycan millətinin IQ səviyyəsi yüksəkdir. Məsələn, mən Yoşqarovda yaşayanda, Rusiyada yaşayanda biz orada Allah canın sağ eləsin bir həmyerlimiz var, Salman müəllim Hüseynov, Interfarm şirkətinin sahibi. Onunla birlikdə mən də Vətən qəzeti buraxırdım. Belə bir qərar verdik ki, əlaçı, Azərbaycandan gedib orada yaşayan əlaçı orta məktəb şagirdlərinə və tələbələrə stipendiya verək xüsusi və nə aşkar elədik? Sən demə, Azərbaycandan gedən o cavanların, gənclərin, təhsil olan gənclərin yarısına qədəri 50%-dən biraz az qismi hamısı əlaçıdır. Yəni bu millət zəki millətdir. Bu millət IQ səviyyəsi yüksək olan bir millətdir. Sadəcə istifadə etmək lazımdır. Bəlkə də maraqlar, stimullar elə olmalıdır ki, adamlar daha çox elmlə məşğul olsunlar. Yəni sizin deyək ki, bu lazer sahəsindəki sizin o bilikləriniz, sizin təcrübəniz Azərbaycan üçün mən hesab edirəm çox dəyərlidir. Müdafiə sənayesi kompleksi olsun. Mən ümumiyyətlə sual verim sizə, müdafiə deyil axı. Lazer hansı sahələrə tətbiq olunur?
İnanmıram. Çox maraqlı sualdır. Bəlkə də bugünkü gündə sualı biz və ya da ki, hansı sahədə tətbiq olunmur. Deməli, lazer tətbiq sahələri o qədər böyükdür ki, tibbdən tutmuş ta bayaq qeyd edildiniz ki, o hərbi sənayeyə qədər, yeyinti sənayesinə qədər, texnologiyaya qədər, kommunikasiyaya qədər, metrologiya, yəni bu günlərin elə bir sahə tapmaq olmaz ki, hətta şou aləmində də lazer şüalarından istifadə edilərək müxtəlif. Yəni bu günlərin elə bir sahə tapmaq çox çətindir ki, orada lazeri biz tətbiqini belə müşahidə eləməyək. Elə bayaq adını çəkdiyim təbabət sahəsində bu hamıya yaxın bir sahədir. Bir skalpel kimi kəsə bilir Bəli, lazer. o lazer skalpel kimi kəsə bilir. Sonra Ondan daha itidir və daha təhlükəsizdir. məsəl üçün bu oftalmologiyada, özü yəqin ki, xatırlayırsınız, Fyodorovun vaxtı ilə bir Moskvada bir institutu vardı. Çabaksardan başlamışdı, sonra Moskvaya Bəli. Orada sadəcə olaraq göz dibindən qopan o torlu, bir misal kimi, nümunə kimi çəkirəm. Göz dibindən qopmuş torlu qırşanın, misal üçün, o yerinə bərpa olunması ənənəvi üsulla çox ağır bir cərrahi əməliyyat idi. Onu sadəcə olaraq gicgahdan kəsik aparılırdı, göz almacığı kənara çıxarılırdı, orada o tikilirdi, yenidən yerinə bərpa olunurdu. Ondan sonra görmə, deyək ki, öz əvvəlki bərpa oluna bilərdi. Təsəvvürlü ki, burada görün nə boyda risklər var. Onun belə mikrob düşməsi, kəsiyin doğru aparılması və s. və s. və s. İndi isə bu saniyələr müddətində lazer şüalısı vasitəsilə fokuslayaraq həmin o dibdən qopmuş torlu qışanı dırnaq arası demişək, gözün dibinə qaynaq olmuş. Bir növ, məsələn, bax bu sizin arxınızda divar var. Bəli. O şua divarı keçib divarın arxasındakı obyektə fokuslana bilir. Mən doğru başa düşdüm, yoxsa necə? Yəni gözün arxa tərəfində əməliyyat aparılır, göz öz yerində qalır. Bu da belədir. Yox, lazer şüası sadəcə gözün özü bilir, o şəffafdır. Sadəcə olaraq lazer şüası o gözün dibinə fokuslanır. Fokuslanma bu anlama gəlir ki, yəni tamaşaçılar üçün tam aydın olsun deyə bir anlığa təsəvvür eləyək ki, isti yay günündə, günorta vaxtı günəş şüalanmasının yerdə yaratdığı parlaqlıq, yəni işıqlanma. Lazer şüasının işıqlanması təsəvvürünüzə gətirin ki, bundan milyon dəfələrlə böyük ola bilər. Və bu nəticədə həmin o düşdüyü nöqtəni orada deyək ki, əgər metaldırsa onu nəinki əridə, hətta buxarlandırma qabiliyyətinə malikdir. Təsəvvür edin ki, çox qısa bir oblastda çox böyük enerjini yönəldirsiniz. Orada deməli atomlar nəinki maye halına, bu nəinki qaz halına, plazmaya çevrilə bilir. Yəni 4 aqreqat alımı var. Bəli. Dördüncü plazmadır. Lazerin bu xüsusiyyəti də var, bu şüalanma və o hərb sənayesində və yaxud da ki, metal kəsmədə bax, məhz lazerlərin bu xüsusiyyətlərindən istifadə olunur. Çox maraqlıdır. Həqiqətən bu fizika elə bir sahədir ki, fizikadan gecə-gündüz fizika ətrafında danışmaq olar və bu maraqlı olacaq, hər kəs üçün maraqlı olacaq, mən düşünürəm. İndi bizim orta kanal əslində siz bilirsiniz, bu mənası da orta, yəni biz mövqeyimizi bundan bildiririk ki, biz orta mövqeydəyik. Əsasən elm adamları ilə biz burada söhbətlər aparırıq, amma elmin bütün sahələri bizim üçün doğmadır, vacibdir. Həm bu mənada orta kanal, həm də biz Azərbaycan olaraq böyük Turanın, Türk dünyasının bir ortasında yerləşən bir ölkəyik. Belə, yəni istəyirik ki, elmi populyarlaşdıraq və bu sahədə, bu baxımdan deyək, fizikanın populyarlaşdırılması, texniki biliklərin təbliğ olunması çox vacibdir. Müsavar müəllim, bizim verilişimizin formatı qısadır. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Gəldiyiniz üçün, iştirak elədiyiniz üçün bizi maarifləndirdiniz. Və biz sizinlə veriliş başlamışdan qabaq razılaşmışıq bu barədə. Biz bu çəkilişləri seriya halında eləyəcəyik. Siz
gələcəksiniz. Ən az həftə bir dəfə biz fizika barədə sizinlə söhbət edəcəyik və bizim tamaşaçılarımız da bundan faydalanacaqlar. Bir gün olan bu söhbətin özündən mən inanıram ki, adamlar lazer məsələsinə daha diqqətlə baxacaqlar. Yəni bu verilişdən sonra lazerin o fantastik imkanlarından yararlanacaqlar, istifadə edəcəklər. Bizim məsələn Lütfuzadənin qeyri-sərhəd məntiq nəzəriyyəsi, yəni Amerikada yaranıb nəzəriyyə, özü Azərbaycanlı nəzəriyyə Amerikada, amma ilk tətbiq edənlər Yaponlar olublar. İndi bütün dünyada tətbiq olunur. Və yaxud deyək ki, kvant fizikası, indi kvant kompüterləri barədə söhbətlərimiz olacaq. Ciddi söhbətlər gedir hər yerdə. Biz də bilmək istəyirik. Yəni, texniki savad, mən deyərdim ki, hətta mən iqtisadçıyam, iqtisadi savaddan daha vacibdir. Texniki cəhətdən adamlar ən azından minimum biliklərə sahib olmalılar. Fizikanı bilməlidir. Belə də olmalıdır. Mən sizə bir daha təşəkkür edirəm. Çox sağ olun, gəldiniz, söhbətlər ediniz və tamaşaçılara üzümü tuturam, əziz dostlar, Orta kanalın tamaşaçıları, xahiş edirəm, aşağıda bəyəni işarəsi var, onu basın. Nə qədər tamaşaçı sayı çox olarsa, internet o qədər daha çox hörmət edir, yəni daha çox yayılır. Və özünüz də paylaşın, yəni öz dostlarınıza linki paylaşın, cəmaət görə bilsin, baxa bilsin, maariflənə bilsin. Sağ olun. Çox sağ olun.